Bu dərsimizdə DOM üzərində digər xüsusiyyətlər ilə tanış olacaq. Index.js'də div etiketini query selector ilə seçmişəm və ilk olaraq elementin arxa plan rəngini və yaxud da ki yazı rəngini dəyişmək istəyirəmsə, divi stilini mən background özəlliyindən istifadə edirəm və yaxud da ki background color da yaza bilərəm. Buna red yazıram və arxa plan rəngi qırmızı şəklində gəlmiş olacaqdır. Buna background da vermək olar, background color da vermək olar. Bunlar arasındakı fərqləri mən CSS dərslərini keçdiyim zaman demişdim. Və yaxud da ki, gəlib burada yazı rəngini dəyişmək istəyirəmsə, baxın bu şəkildə görünüşü əldə etmiş olacaq. Daha sonra elementə class əlavə etmək üçün, yəni div etiketmə bir class əlavə etmək istəyirəmsə, gəlib burada div.classList.add yazıram və bura misal add class yazısını əlavə etmək istəyirəm və elementə gəlirəm, body içərisindən. Baxın, div etiketinə class əlavə olunmuş oldu bu şəkildə. Və yaxud da ki, bu klassı silmək istəyirəmsə, misal olan bir klassı silək, tutalım ki, index.js'dəki bu add klassı buradan götürürəm, buraya əlavə edirəm. Bu şəkildə əlavə olundu və mən gəlib burada remove add class klassını belə deyək, silmək istəyirəm. Və baxdığım zaman baxın, add class yazısı klassdan silinmiş oldu. Və yaxud da ki, bunun ən rahat yolu, mən gəlib burada toggle xüsusiyyətindən istifadə edirəm. Baxın, toggle yazdığım zaman burada index.html-də add class varsa, gəlib bu add class'ı buradan silmiş olacaq. Yəni hal-hazırda klassda hər hansısa bir yazı yoxdur. Çünki artıq mövcud olduğuna görə həmin klassı silmiş oldu. Yox, əgər yoxdursa, misal mən gəlib burada class yazıram və body'yə baxıram. Baxın, add class index.html-də var idi. Bir dənə də class əlavə etdi. Çünki burada toggle ilə olmayan bir class adını yazdıq və ikinci klassda bu şəkildə əlavə etmiş oldu. Bu da toggle'ın gözəl bir xüsusiyyətdir. İndi isə gəlin elementdə atribut seçməyə çalışaq. Gəlirəm burada, bunu silirəm. Misal hal-hazırda index.html-də class bir atributdur və add class da onun dəyəridir. İndi mən gəlib burada index.js'də get attribut klasa görə seçirəm və konsola, daha doğrusu bunu konsolda yazaq və konsola baxdığım zaman klasa verdiyim dəyər, yəni add class dəyəri gəlmiş oldu. Və yaxud da ki, hər hansısa bir attribut əlavə edib ona dəyər vermək istəyirəmsə, gəlirəm burada set attribut özəlliyindən istifadə edirəm və bura title'ımızın da adı olsun, misal div və bunu mən elementsdə görmək istəyirəm. Body içərisində baxın, title əlavə olundu. Title bir atributdur və title'ın dəyəri də bu şəkildə əlavə olunmuş oldu. Və yaxud da ki, mən gəlib burada index.html-dəki add class yazısını, yəni atributun özünü silmək istəyirəmsə, gəlirəm burada div.remove attribute özəlliyini yazıram və burada da misal klassı silmək istəyirəm və body'yə baxıram. Baxın, element içərisindəki class silinmiş oldu
və bu şəkildə görünüşü əldə etmiş olacaq. Bu dərsimizdə də digər xüsusiyyətləri görmüş olduq. Gələn növbəti dərslərimizdə görüşənə qədər özünüzə yaxşı baxın. Hələlik.